Hər vaxtınız xeyir olsun. Mən Cəmal Həsənov. Bu gün də növbəti sınavımızı izahını çəkməyə çalışacağam. Elə isə vaxt itirməyə keçək dərhal suallarımıza. Almaniyanın 1918-ci il və Türkiyənin 1923-cü il tarixinə oxşarlıq. Konstitusiyanın qəbul edilməsi bu düzgün cavab ola bilməz. Çünki Almaniyada konstitusiya elan olunub Weimar Konstitusiyası 1919-da. Türkiyədə isə anayasa qəbul olunub 1924-də. Yəni 1 il yanlışdır hər ikisində. Parlament sessiyasının keçirilməsi yenə də yoxdur. Respublika elan edilməsi, bəli. Almaniya 1918-də müharibənin, 1-ci Dünya müharibəsinin bitməsinə 2 gün qalmış respublika elan olunur. Noyabrın 9-da. Türkiyədə isə bu 23-cü il 29 oktyabrdır. Bəs niyə 1919-cu ildən sonra Almaniyaya Weimar Respublikası deyirik? Çünki bir ölkəni idarə olunma prinsipi onun konstitusiyasında müəyyənləşir və Almaniyada respublika konstitusiyadan qabaq yaranmışdır. Bəs o respublikanın necə idarə olunması prinsipi Weimar şəhərində imzalanmış konstitusiya ilə qüvvəyə mindiyinə görə biz Almaniya Respublikasına qurulandan 1 il sonra Weimar Respublikası deməyə başlayırıq, ta 1933-ə qədər. Burjuaziya inqilabının baş verməsi bu Almaniya üçün keçərlidir. Məhz Respublika buna uyğun qurulmuşdur. Türkiyədə isə bu dövrdə burjuaziya inqilabı olmayıb. Monarxiya son qoyulması bu Almaniya üçün keçərlidir. Bəli, monarxiya son qoyuldu və nəticədə Respublika yarandı. Amma Türkiyədə monarxiya rejimi yox idi. Ümumiyyətlə 22-ci Osmanlının ləğvindən sonra belə deyim rejimsizlik idi. Atatürkün başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisi müvəqqəti olaraq idarəçi şərtlərin üzərində səmləmişdi. Deməli, burada cavabımız C variantıdır. 2-yə baxaq. Səfəvi dövlətin 18-ci əsrin 20-ci illərin ikinci yarısı tarixi üçün səciyyəvidir. Yəni 1725-1729. Baxaq. Ərazisinin bir hissəsinin Rusiya və Osmanlı imperiyalarının hakimiyyəti altında olması, bəli, bu doğrudan da düzgün cavabdır. Çünki nəzərə alsaq ki, 1724-cü ildə adı verilən iki dövlət İstanbul müqaviləsinə görə Azərbaycanı bölür və 35-ə qədər hər iki dövlət Azərbaycanda olur. Azərbaycanın müəyyən ərazilərində ağalıq edir. Cavabımız A variantıdır. Dövlətin tənəzzülü nəticəsində müstəqil xanlıqların yaranması. Xeyr, bunun üçün hələ tezdir. Müstəqil xanlıqların yaranması dövlətin tənəzzülü nəticəsində yox. Dövlətə son qoyan Nadirin yaratdığı imperiyanın tənəzzülü nəticəsində yaranacaq. Xəzinənin gəlirlərini artırmaq üçün vergilərin pulla alınmasına başlanılması. Bu ilk dəfə belə deyim, 18-ci əsrin 20-ci ildə tətbiq olunan bir şey deyil. Bundan qabaq da tətbiq olunmuşdu. Əhalinin vəziyyətini yaxşılaşdırmaq məqsədlə rəiyyətin vergi borclarının ləğv edilməsi qətiyyən Səfəvilərdə vəziyyət həddindən artıq pis idi və vergilər günü-gündən artırılırdı. Bütün Azərbaycan torpaqlarının vahid əyalətin tərkibində olması, təbii ki, bu da yanlışdır. Səfəvilər çox pis dönəmi yaşayırlar və Azərbaycan əraziləri Rus və Osmanlıların əlindədir. 3. Mərv döyüşünün nəticəsində Mərv döyüşü 1510-cu ildə baş vermişdir. Özbəklər məğlub oldu və Şeybani xan öldürüldü, bəli. Ərəb İraqı və Şərqi Anadolu Səfəvi dövlətinə qatıldı. Mərv döyüşü Səfəvilərlə Şeybanilər arasında baş verib. Amma 2 məsələsi Sasani Osmanlı problemidir. 3, bəli, bu da düzgün cavabdır. Bayandurlu sülaləsinin hakimiyyətində qəti olaraq 1503-də Almabula döyüşünə son qoymuşdu. Cavab 1-3-dür. Yəni Y variantıdır. 4-ə baxaq. Azərbaycanın eramızdan əvvəl 4-cü minin ikinci yarısı, 3-cü minin sonları. Təbii ki, burada söhbət gedir Erkən Tunç dövründən. Gəlin görək Erkən Tunç dövrünə aid hansı xüsusiyyəti var. Bir Erkən Tunç dövrüdür, götürək. Daş alətlərin məişətdə üstün yer tutması. Bu Tunca qədər belədir. Hətta Eneolit dövründə belə. Amma Tuncda belə deyil, səhvdir. Ata xaqanın yaranması Tuncdur, Erkən Tuncdur. Biz bunu düzgün cavab kimi götürməliyik. 1-3. Siklopik tikililər bu son Tuncdur, səhvdir. İbadətgahlar bu Erkən Tuncdur, düzdür. Yəni 1-3-5. Davam eləyək. 5-ə baxaq. Uyğunluğu müəyyəndir. Afina şəhər dövləti və Sparta şəhər dövləti. Əhəmənilərlə mübarizə demək olar ki, bütün Yunan şəhər dövlətləri üçün keçərlidir. Salon islahatları bu Afina üçündür elə. Konsullar bu Romaya məxsus bir ifadədir.
Sparta şəhər dövləti Perikl bu Afiniya məxsus olan bir şəxsiyyətdir. Hərbi dövlət olmasa bəli. İdarə üsulu oliqarxiya və axıra qədər də oliqarxiya qaldı. 1A, B, 2B, S. 6. 1827-ci ilə aiddir. Sədirabad qalasının Rus qoşunları tərəfindən ələ keçirilməsi bəli, bu 1827-dir. İkinci Rusiya Qazaları müharibəsinin başlanması bu 1826. Türkmənistan sülh müqaviləsi imzalanması 1828. İrəvanın Rus qoşunları tərəfindən işğal edilməsi 1827. Naxçıvanın ləğvi 28. Özü də ehtiyatlı olaq, Naxçıvan və İrəvanın ləğvi 2-ci Rus-Qazar müharibəsinin gedişinə düşmür. Burada cavabımız olacaq 1-4, yəni Bakı variantı. 7-də. Osmanlı dövlətinin 15-ci əsrin əvvəlləri tarixinə aiddir. Təbii ki, bu Konstantinopolun fəth edilməsidir. 1453 cavab A. Əvvəlləri deyir. Sualı yarımçı oxumuşuq. 15-ci əsrin əvvəlləri deyir. Əvvəlləri yəni 1401, 1420-ci illər. Təxminən. Konstantinopolun fəth edilməsi 1453 yanlışdır. Paytaxtın yeni şəhərə köçürülməsi tutulsun Konstantinopol sonra köçürülsün yanlışdır. Əmir Teymurun hücumuna məruz qalması bəli 1402 və bu yuxarıdakı il şərtini ödəyir. C düzdür. Səfəvi dövlətlə müharibə. Hələ Səfəvilər dövləti yoxdur. 1501-də yaranacaq. Bu necə ola bilər? İmperiyaya çevrilməsi bu 1453-dən sonra oldu. Cavab C. 8-də. 4-cü İvan və 1-ci Pyotr. Fəyatına oxşarlıq. 4-cü İvanın hakimiyyət illəri 1462-1505-dir. Köhnə kitablarda yadda qaldığım qədər. Bu 3-cü İvanın hakimiyyət illəri idi. 4-cü İvanın hakimiyyət illəri 1533-1584 idi. 1-ci Pyotr isə aydındır 1682-1725. Baxaq. Dövlət idarə etmə sistemini təkmilləşdirməsi. Bu hər ikisində var. 4-cü İvanda dövlət sistemində müəyyən təkmilləşmə işləri aparıb. 1-ci Pyotrda da dövlət idarə etmə sistemində dəyişikliklər var. Osmanlı dövlətinə müharibə aparılması. 16-cı əsrdə biz Osmanlı-Rusiya müharibəsini görmürük. Ona görə bu yalnız 1-ci Pyotr üçün keçərli olduğunu qeyd edək. İşğallar yolu ilə ölkə ərazisinin genişləndirilməsi. Bəli, 4-cü İvanda məsələn kitabımızda konkret il baxımından verilməsə də 52 Qazan xanlığı, 1556-da Əjdərxan xanlığı, 57-də Başqırtıstan və s. və ilə axır. 1-ci Pyotrda bir xeyli ərazi tutub. Ordu qurucunda yeniliklər təbii ki hər ikisində var. Qaldı ki, dövlətin paytaxtına köçürülməsi bu sırf 1-ci Pyotra aid olan xüsusiyyətdir. Cavabımız 1-3-4-dür. Davam edək. 9. Göstərilərdən hər ikisinin aid olduğu dövləti müəyyənləşdirin. 20-ci əsrin 50-70-ci illərdə hərbi çevrilişlər baş vermişdi. Nüvə silahına malik olan yeganə müsəlman dövlətidir. Xocalı soyqırımı tanıyan ilk dövlətdir. Göstərilənlərin hər ikisinin aid olduğu. Axı burada 3 dənədir. Bəlkə hər üçünün aid olduğu yazmaq istəyib. Söhbət burada Pakistandan gedir. Pakistan da gedir. Pakistan. Hər ehtimala qarşı 4-ün Qazaxıstan, 1-in Türkiyə, 2-nin İran, 4-ün isə Səudiyyə Ərəbistan olmaq deməkdə fayda var. Burada söhbət Pakistandan gedir, qardaş Pakistandan. Davam edək. 10. Şimali Azərbaycanda müxtəlif kəndli qrupları vahid adla mülkiyyət tabisi adlandırıldı. Əzbər cümlədir. 1846-cı il dekabr reskripti. Cavab Bakı. Bu reskript başdan başa Bəyva haqqında olsa da 1-2 maddəsi sahibkar kəndlər haqqındadır. Həmin maddələrdən biri budur. Bundan sonra sahibkar kəndləri rəgənt, rəcbər, elata bölünməyəcək. Bir yerdə mülkiyyət tabi hesablanacaq. İkincisi isə budur. Kəndlilər bəylərdən inzibati, polis və məhkəmə cəhətdən asılı vəziyyətə düşdü. Və yaxud da əkisində demək olar. Bəyvağlar kəndlərdə polis, inzibati, məhkəmə hüquq qazandılar. 11. Xiyabani və Pişəvəri fəaliyyətən ümumi cəhət. Xiyabani hərəkatı 1917
1920-ci illəri əhatə eləyir. Pişəvərdə isə bu rəqəmlər 1941-46-nı göstərir. Məşrutə hərəkatına rəhbərlik etmələri, axı məşrutə hərəkatı 1905-1911-dir. Bu yanlışdır. Pəhləvilər axı 1925-də gələcək. Xiyabani heç Pəhləvilər görməyib. SSR-dən hərbi siyasi dəstək almaları, axı SSR 1923-də yaranacaq. Xiyabani SSR-ni görməyib. Cənubi Azərbaycana muxtariyyət, bəli, hər ikisi muxtariyyət istəyir. Təbrizdə Qacarlara qarşı silahlı üsyana başçılıq etmələri, axı Qacarlar 1925-dən sonra yoxdur. Pişəvər isə 41-də gələcək. Yanlışdır, variant D. 12-də. ABŞ-da Harry Truman'ın prezidentliyi dövründə kanun edilmiş düzəlişə görə qadınlara seçki hüququ verildiyi bu Woodrow Wilsondur. Afro-Amerikalılar ağlarla bərabər mülki və siyasi hüquqlar aldılar. Bu 1866-cı ildir. Kitabımızda verilməsə həmin dövrdə də prezident Johnson olub. Heç kim 2 dəfədən artıq ölkə prezidenti seçilə bilməz. Bəli, bu düzgün cavabdır. Yeri gəlmişkən yuxarıda Harry Truman hakimiyyət edəndə yazaq 1945-52-ci illər. Vətəndaşlara ilk dəfə söz, mətbuat, vicdan azadlığı verildi. Bu ABŞ konstitusiyasında edilmiş ilk 10 düzəlişdədir. 1791 o zaman prezident George Washington idi. Qaldı ki, spirtli içki istehsalı və istehlakı qadağan edildi. Bu da Woodrow Wilson dövrüdür. Cavab S. 13. Aha, növbət test 13-dür, bəli. 15-ci əsrdə Azərbaycanda mövcud olan vergilərə aid deyil. Təbii ki, bu nə olacaq? Bu Qopçur olacaq. Qopçur Monqollarla gəlib, Monqollarla gedib. Digərlərini riyazi cədvəllə yazın. Malcəhət 15-ci əsrdən tutun, 19-cu əsr daxil var. Çobanbəyi 15-ci əsrdən tutun, 16-17 var. Tamğa 13-cü əsrdən tutun, 16-cı əsr daxil var, 1565. Bəhrə malcəhət kimidir. 15-ci əsrdən tutun, 19-cu əsr daxil var. Cavab nə olacaq burada? Qopçur. Qopçur Monqollarla gəlib, Monqollarla gedib. Yəni təxminən mövcud olma dövrü belədir. 13-14. 14. 2020-ci il Tovuz döyüşləri zamanı ermənilərin əsas məqsədlərini müəyyənləşdirərək yazın. Sərhəddə yerləşən strateji yüksəklərə də keçirmək, əlbəttə. Aprel döyüşləri zamanı itirdikləri mövqeləri geri qaytarmaq, xeyr. Naxçıvanla, xeyr. Gürcüstandan keçən, bəli, Bakı-Tbilisi, Ceyhan, Bakı-Tbilisi, Qars, Bakı-Tbilisi, Erzurum tipli nəqliyyat vasitələrini atəş altında saxlamaq. Variant Y. 15. Şirvanda Dərbətlər sülaləsinin hakimiyyət ilanı uyğun gəlir. Dərbətlər sülaləsi 1382-1538-də olubsa, baxaq. Monqolların Azərbaycana kəşfiyyat yürüşləri 1220-1222 bu düşmür. Amasya 1555 bu düşmür. Ağqoyunlu dövlətin iki hissəyə parçalanması 1500. Axtardığımız budur. Azərbaycanın böyük sərhədlərə qatılması 1066 yanlışdır. Qazan xan islahatlar keçirməsi, Qazan xan yaşayıb 1295, 1304 yanlışdır. 16. Böyük Səlcuq hökmdarı Alparslan və Osmanlı hökmdarı 2-ci Mehmetin üf həyatına aid oxşarlıq. İlk dəfə sultan titulunu qəbul etmələri. Bu nə Alparslan deyil, nə 2-ci Mehmet deyil. Dövlətlərində Səlcuqlarda ilk sultan Toğrul, Osmanlıda isə bu Muraddır. Dövlətin çiçəklənmə dövrünü yaşaması. Hardasa qəbul etmək olar. Saxlayaq yenə. Paytaxtı yeni şəhərə köçürməsi. 2-ci Mehmet bəli İstanbula, Alparslan paytaxt köçən hökmdar kimi xatırlanmır. Bizans imperiyasıyla mübarizə aparmaları. Olsun. Alparslan 1071 Malazgirt döyüşü. 2-ci Mehmet isə 1453 Bizansın fəthi. Cavab D. Azərbaycan dövlətlərinin varlığına son qoymaları. Alparslan 1065-lər əvvəllərə son qoyub, amma 2-ci Mehmetdə biz bunu görmürük. Qaydaq B variantında dövlətin çiçəklənmə dövrü. Hər ikisi güclü dövrdür. Güclü hökmdardır. Onların hakimiyyət dövründə hər şey yaxşıdır. Amma Səlcuqda təbii ki, çiçəklənmə dövrünü Məlikşah verirlər. Ona görə də cavab D-dir. 17. 13-cü əsrin əvvəllərində Şərqi xaççı yürüşü nəticəsində yaradılan bu təbii ki, Latın imperiyasıdır. 1204
1261. Yerdə qalan Qüds və Edessa. Bunlar 11-ci əsrdə yaranmışdı 1096-da. Aragon krallığı səhvdir, çünki bu qərbə doğru sərf güclərin nəticəsində yaranıb, şərqə doğru deyil, rekonkista nəticəsində. Yenin isə ümumiyyətlə xaçi güclərlə yaxından uzaqdan əlaqəsi yoxdur. Bax belə. Cavab Bakı. Yəqin ki, bu səhifədə bir gözümüzdən qaçan məqam olmaz inşallah. Davam edeyim. 18. Nə deyir? Doğru verildiyi cavabı deyir. Balkan müharibələri Osmanlı dövlətinin Avropadakı hakimiyyəti bahis atdı. Demək olar ki, bəli. Yenə də baxarıq. Krım müharibəsi Rusiya Krım xanlığı olan iddialarını əl çəkdi. Krım müharibəsi 1853-56-da baş verib. Rusiya əl çəkdi deyəndə ki, Krım çoxdan Rusiyanındır. 1783-dən. Rusiya Qacar müharibələri Azərbaycan torpaqları iki hissəyə bölündü. Bəli. Trablis müharibəsi Osmanlı İtaliyaya məğlub olaraq Afrikada sonuncu mülkünü itirdi. Bəli. Şimal müharibəsi Rusiyanın cəhdi boş qaldı. Xeyr. Rusiya çıxa bildi. 1, 3, 4. Variant A. 19. Dövlətlərin ilk paytaxtlarını müəyyən edin. Marağa ilk dəfə Hülakilərin paytaxtı. Təbriz ilk dəfə Səfəvilərin paytaxtı. Marağa eyni zamanda həm də ilk dəfə Sazilərin paytaxtı olubdur. Cavabımız 2, 3, 6. Yəni variant S. Davam edeyim. Azərbaycanın 16-cı əsrdə inşa edilmiş memarlıq abidələri. Şeyx Cüneyd məqbərəsi 1544. Qusardır. Təbrizdə Göy məscid 1465. Kəllaxana məqbərəsi Şamaxı 1663. Həşt Behişt 1483 Təbriz. Bakının şərq darvazaları. Ağzımızda Bakının şərq darvazaları deyirik. Bakıda 1-5 16-cı əsr. Azərbaycan 1918 noyabr və 1991-ci il fevral tarixinə aid oxşar cəhət. Dövlət müstəqilliyinin bərpa olunması xeyr. Bu 1918-in mayı və 91-in oktyabrıdır. Azərbaycan dilinin dövlət dili elan olunması xeyr. Bu 1918 27 iyun. Müstəqil Azərbaycanımız dövründə isə bu konstitusiyada keçir 95-də. Üçrəngli dövlət bayrağının qəbul olunması bəli. AXC dövründə 1918-in noyabrı. Müasir dövr Azərbaycanımızda 91-in fevralı. 5-i. Parlamentin yaradılması. AXC üçün 1918 dekabr. Azərbaycan üçün 95-12 noyabr. Milli pul vahidi. AXC üçün 1918. AXC müstəqil Azərbaycan üçün manat. Ona görə cavabımız C-dir. 22. Fransanın 2-ci imperiya dövründə baş vermişdir. 1852-1870. Trafalgar bu 1805-dir. Şərt ödənmir. Sedan 1870. Bəli. O sedan ki, 2-ci imperiyanın süqutuna səbəb oldu. Baradino 1812 şərt ödənmir. Austerlitz 1805 şərt ödənmir. Waterloo 1815 şərt ödənmir. 23. Gəncə xanlığına aid olan xüsusiyyətləri müəyyən edin. İrəvan, Qarabağ və Naxçıvan xanlıqları ilə həmsərhəd edin. Burada xəritənin bir anlıq İrəvanla sərhəddir, Qarabağla sərhəddir, amma Naxçıvandan sərhəd deyil. Naxçıvanı görmür. Osmanlı dövlətinə dostluq əlaqələri qurmağa çalışırdı, bəli. 1-ci Rusiya-Qacar müharibəsi dövründə xeyr. 1-ci Rusiya-Qacar müharibəsi 1804-ün iyulu başlayıb. Gəncə 1804-ün yanvarında getmişdi. Bir müddət iki hakimiyyətlik, bəli, 1780-1783. Şəki xanlığına qarşı yaradılmış ittifaqa, bəli, Qızılqayada Gəncədə var. Cavabımız 2-4-5-dir. 24. Kürşadın başçılığı üsyan, bu 639-dur. Sarı Sarıqlar üsyanı, bu 184-dür. Usta Bəndər 1231. Spartak eramızdan əvvəl 74-71. Birinci eramızdan əvvəl gələni götürək 4. Sonra isə eramızları düzərik 2, 1, 3. 25-ə baxaq. Manna dövlətinə aiddir. İskit şahlar müttəfiq idi, bəli. Əsasda Manna hökmdarı kimin dövründə?
Aşenin dövründə. Heroqlif yazılardan istifadə olunurdu, bəli. Ərazisi şimalda ərazi sayını satırdı, bəli. Mərkəzləşmiş feodal qullar olsaydı düz olardı. Roma hücumları, Roma ilə Mannanın müharibəsi yoxdur. Cavab 1-2-3-dür. Davam edək. 26. 1830-cu ildə Çar fərmanı ilə Rusiyanın mərkəzi quberniyalarından köçürülmüş Rus ailələrinin məskunlaşdığı əyalətlər. Qarabağ, Şirvan və Lənkəran olmalıdır. Şirvan burada 4, Lənkəran 3, Qarabağ isə 5-dir. 3, 4, 5. Maraq üçün 1-in Quba əyaləti, 2-nin Şamaxı əyaləti olduğunu deyək. Cavabımız 3. Bir daha deyim bunu. Qarabağ, Şirvan, Lənkəran. Bəyaz şəklini götürmüşəm. 2, 3, 5. Əssalam. 4. Şəki əyaləti. 1 isə Quba əyalətidir. Az qala xırda bir yanlışlıq eləyirdik. 27. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyənləşdirin. 2-ci hökumət və 3-cü hökumət. 2-ci hökumət mövcud olub vaxtları yazaq hər ehtimala. 1918, 19 iyun, 50 öyrəşib 17 iyuna. Nə vaxta qədər mövcud olub o? 1918, 19 iyundan 1918, 7 dekabra qədər. 3-cü hökumət 1918, 26 dekabr, arada 19 gün boşluqdur. 1919 aprel. Heç bəlkə də bizə lazım olmayacaq. Fətəli xan Xoyska rəhbərlik etməsi həm 2-ci hökumət, həm 3-cü hökumət. Osmanlı dövlətinə sülh və dostluq 1918, 4 iyun. Amma bu heç birinə düşmür. 1-ci hökumətə düşür. Bakı şəhərində fəaliyyət göstərməsi hər ikisi. 2-ci hökumət həm Gəncə, Bakı. 3, 4, 5 də yenə Bakı. Qanunverici saatına malik olan yalnız bu 2-ci hökumətdir. Parlamentin fəaliyyətə dövründə təşkil edilən 3-cü hökumətdir. Çünki parlament 1918, 7 dekabrda fəaliyyətə başlasın ki, 7 dekabrdan sonra yaranan ilk hökumətimiz 3-cü hökumətdir. Yəni 1D, 2Y, 3AC. Situasiyanı oxuyaq. 2-ci Dünya müharibəsindən sonraki proseslər Asiya, Afrika və Sahil Okean bölgəsində 3-cü dünya ölkələrinin yaranmasına nəticələndi. (1961-ci ildə). Mənbədə bəhs olunan təşkilatın adı nədir? Təbii ki, bu qoşulmama hərəkətidir. Qoşulmayanlar təşkilatı. Qoşulmama. 3-cü dünya ölkələrinin hansı prosesin nəticəsində yarandığını müəyyən edək, yazın. Biz bilirik ki, 1-ci Dünya müharibəsindən sonra müstəmləkə sistemi ciddi zərbə aldı. 2-ci Dünya müharibəsində isə müstəmləkə sistemi ümumiyyətlə dağıldı. Diqqətli olun, müstəmləkə sistemi yaranmışdı müstəmləkə işğallarının nəticəsində. 3-cü dünya ölkələri müstəmləkə sisteminin dağılması nəticəsində yaranmışdır. Bir daha deyim, müstəmləkə belə deyim, sistemi çox ciddi zərbə almışdı 1-ci Dünya müharibəsindən sonra. Amma dağılmağa başladı 2-ci Dünya müharibəsindən sonra. Qeyd olunan dövrdə 3-cü dünya ölkələri üçün səciyyəvi olan mənbədə verilməmiş xüsusiyyətləri müəyyənləşdirək. 3-cü dünya ölkələri yenicə yaranmış, hərbi bloklara daxil olmaq istəmirdilər, az inkişaf etmişdilər və suya müharibədə iştirak etməyən ölkələr üçün istifadə olunurdu. Amma sonradan demək olar ki, belə ölkə qalmadı. Tamam, əvvəllər bu dövlətlər qorxurdu ki, ABŞ-ın tərəfini saxlayanlar SSR onları süquta uğradar. SSR-in tərəfini saxlayanlar ABŞ onları süquta uğradar. Amma zaman keçdi, gün keçdi, onların maddi durumu həmin dövlətləri məcbur edildi ki, onlar suya müharibədə tərəf seçsinlər. Belə. Amma bəzi dövlətlər var ki, bəli, onlar heç vaxt tərəf seçmədilər və axıra qədər də tərəfsiz bir tərəf qaldılar. Bu qədər mənim əzizlərim. Diqqətimizdən qaçan nəsə bir məqam varsa, hökmən bildirərsiniz. Sağ olun, var olun. Allah'a emanet olun.